Çoxları soruşur ki, yeni ili qeyd eləmək olar. Yeni ili, yeni təqvim ilini gəlişini qeyd eləməyin öz-özlüyündə bir problemi yoxdur. Bəziləri deyirlər ki, yeni il xristianlığın adətidir, onların bayramıdır və bunu qeyd eləmək olmaz. Bəli, vaxtı ikən xristianlığın bayramı olub və onların adəti olub. Amma hal-hazırda hansı Azərbaycan bir fərdi yeni ilin gəlişini xristianlığın bir simvolu kimi qeyd edir? Təbii ki, heç bir Azərbaycan fərdi yeni ili xristianlığın simvolu kimi qeyd eləmir. Sadəcə yeni təqvim ilinin gəlişini qeyd eləyirlər. Təbii ki, bunu da qeyd eləmək lazımdır ki, yeni ili qeyd eləyən zaman haram işlərdən çəkinmək lazımdır və övladlarımızın zehnini düzgün formalaşdırmaq lazımdır ki, gələcəkdə onlar haram işlərə düçar olmasınlar. Bunlara diqqət edərək yeni təqvim ilinin gəlişi münasibəti ilə ailələrin bir süfrədə əyləşməsi, xoş ünsiyyətlər qurması, silə-i rəhmin olmasının hər hansısa bir problemi varmı? Təbii ki, yoxdur və bunun özü də xoş qarşılanır. Hər kəs azad seçimə sahibdir. Kim istəyir yeni ili qeyd eləsin, kim istəyirsə də qeyd eləməsin. Azərbaycan xalqını Həmrəylik günümüz və yeni ilin, yeni təqvim ilinin gəlişi münasibəti ilə təbrik eləyirik.